Sonuncu kolleksiyalardan biri Aybuta kolleksiyasıdır. Bu kolleksiyanın 3 istiqaməti var. Bütün münasibətlər insanın həyatında mühüm bir rol oynayır. Yəni biz hamımız we're social being ingilislər demişkən. Bu kolleksiyanı düşünərkən mən 3 əsas münasibət növündən düşünürdüm. İki insan arası münasibət, valideynin uşaq arasında münasibət və ən mühüm və ən önəmlisi insanın özü ilə münasibət. Bu kolleksiyanı yaradaraq ay haqqında düşündüm. Çünki biz hamımız ayın altında yaşayırıq. Ay bizim həyatımızı izləyir. Butanı seçmişdim insanı əks etdirmək üçün. Çünki buta bizim gözəl bir simvoldur, qədim bir simvoldur və biz ana bətnində olanda da məhz butaya bənzəyirik. Beləliklə kolleksiyanın adı Aybuta oldu. Özünlə münasibəti əks etdirmək üçün bir buta, bir ay, partnyorlar arasında münasibəti əks etdirmək üçün 2 qoşa butanı seçmişdim. Valideyn və uşaq ilə münasibəti əks etdirmək üçün məhz bizdə bizim folklorda ana-bala butası adlanan bir naxışı seçmişdim. Bu kolleksiyanın şərfləri də var. Şərf və zinət əşyası nə ilə fərqlənir? Şərf böyük bir mediumdur. Məhz bu kolleksiya üçün mənim üçün gözəl bir fürsət idi və şərflərdə əksində prosesi göstərmək mənim üçün çox maraqlı oldu. Münasibətlərin növləri necə inkişaf edir?